çox maraqlı bir səfərimiz var. Gündoğan ölkəyə, Yaponiyaya getdik. Sana alkış yok, ancak finger snap. No thanks. Güzel outfit. Dünyanın ən hündür və ən sıx, ən məşhur bambuk meşəsidir. Bu da məşhur Dotonbori'də şapka mağazası uşaqlar. Biz hamımız Karinloy Osaka uşaqlar. Oturup Japon kimi çubuğla yiyərəm sən. Buna yemək verir. Yoxdur məndə yemək, üzrü say. Var dendi. Var dendi. Bana var dediler. Yağış yağırdı, biz də getdik, əynimizi dəyişdik. Səhər saat 6-ın yarısı olmağına baxmayaraq, Osaka'da çox dəhşət isti var hazırda. Hanı buranın səs-küyü? Hanı buranın basa-bası? Yaponiyanın ən mühüm və ən böyük Inari məbədi hazırda arxamdadır. Və Azərbaycan pavilyonunun gözəlliyi çox möhtəşəmdir doğrudan da. Bir deyirsin təsəvvür edə bildikləriniz var, bir də təsəvvür edə bilmədikləriniz. Havada qalan söhbətlərdə bu dəfə sizi havadan sırlandırırıq, çünki çox maraqlı bir səfərimiz var. Gündoğan ölkəyə, Yaponiyaya getdik. Alkış yok, ancak finger snap. No thanks. Güzel outfit yakışıyorduk, tam matchlik sayende hepsini. İndi isə gələk səfərimizin məqsədinə. Belə ki, 3 sentyabr tarixində Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti olaraq yollandıq Yaponiyanın Osaka şəhərində keçirilən Expo 2025 dünya sərgisinə. Sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan pavilyonunda İrsi Qoruyanlar Gənclər proqramı ilə gənclərimizi təmsil etdik. Səfər boyu həm Expo'da olduq, həm də Marallar şəhəri Naraya, eyni zamanda Nağıllar diyarı Kyoto'ya yollandıq. Səfərdə başımıza nələr gəldi, hansı maraqlı anları yaşadıq. Ümumiyyətlə Yaponiya necə bir yerdir? Bunu bilmək istəyirsinizsə, vlogu sona da izləyin. Deməli, Aydanla birlikdə indi biz Azəri çay paylayacağıq bizim qonaqlara, yaponlara. Bunu verək yoxsa bir sənəcə? Burada çox adam var. Aha. Hani mikrofon? Mikrofon səsin gəlir, problem deyil. Hayır, üstüme gelme. Üstüme gelme inanamam. Beni ben gibi sevmedi bilirim. Bu sefer de yalancı ben olamam. Səsim gəlir ora. Mikrofon səndədir. Deməli dostlar, Azər çaylar əlimizdədir, möhkəm danışıram, səsimi eşitək. Ay bak kameranı niye astın bu sesi? Yaxşı zatda. Salam dostlar. Salam dostlar, necəsiz? Deməli bugün Yaponlara Azərbaycan çayı paylayacaq. Biraz möhkəm danış. Niye mikrofon məndə bizə? Neyse, paylayacağız. Sadece biz randomlu seçeceğiz burada. Kime paylayayım? Tabii ki sinə paylayaq. Ver. Aha. Eynisini paylayaq. Saçı bir səsiz zaldan verəcəyik. Aha. Birinci qədər qalan. Hi. Hi. This is Azerbaijan tea. Yeah. Our pavilion is here. Yeah. Just gift. Yeah. Başa düşürlər. Arigato. Meto memnun oldum. Makat kardeş seninle de memnun oldum. Hiroshi memnun oldum. Çok severim ben Japonlar. Saygılı insan bunlar. Çok iyi insan bunlar. Tut. Hi, konnichiwa. This is Azerbaijan tea and it's for you. Yeah. Our pavilion is here. Okay. Bunu TikTok'a atmasın. Heyf ki TikTok işletmiyor. Sana alkış yok, ancak finger snap. No thanks. No thanks. No thanks.
Dostlar, hazırda çox gözəl bir yerdəyəm. Bax, mənzərəni sizə göstərmək istəyirəm. Bu körpü Guinness Rekordlar kitabına düşüb, taxtadan hazırlanan, səhv eləmirəmsə dünyanın ən böyük taxtadan hazırlanan körpüsüdür. Və arxada Azərbaycan pavilyonu görürsünüz. Deməli biz acıq Nazim yeməyi. Hanı o dostluq? Hanı o yol yoldaşlığı? Səhər siz yeməyə gedəndə Nazim işləyirdi. Səhər biz yeməyə, Deyirdi. biz səhər çay içməyə getdik, o da burnumuzdan gəldi. Ha, nədir o yedi? Bu nədir? Çox da. Onigrit də bu. Verin. Yox, istəmirəm, çox sağ ol. Hadi görsün də. Ta başqa səhər sözüm yox. Bu qəşəkdə yeyir ama. Adam işte çəkir. Bəli dostlar, hazırda Expo'da dostlarla bir yerdə hamısı dost oldu. Çox dostlaşıb pavilyonları gəzirik. Baxın bura. Əlinin yalancı gülümsəmələr. Yalanı gülübarımız top. Bu qəşəkdə yeyir ama. Adam işte çəkir. Ardın, çox əladır, o işte. Yenə hər zaman kimi Nazim öz amplasında, sumkasına yemək gəzdirib bizə də vermir. Bəli, hələ məndə şey də var. Bu maraqlı Nə? şirəsi var, onu almışam. Zarafatsız açsın bombanı. Dedik bir pavilyonları biz də gəzək, görək başqa pavilyonlar necədir. Bura qardaş ölkə Türkiyənin pavilyonudur. Daxil olub içərindən sizi edəcək. Girdiğimiz pavilyonda orada olduğumuza dair belə bir peçat vurduq. İndi də Türkiyə peçatını vurduq. Atdıq. Dedim Türkiyə pavilyona gəlmişkən bir normal yemək yeyərəm. O da lahmacun birin qiymətini 20 manata görəndən sonra dedim yeməsəm də olar. Eyvallah. Bugün səlahiyyətli şəxslərə mən bu iki insanı sizə göstərirəm ki, bunlar burada mənə qaralama kampaniyası başladıblar. Belə olmur. Yerinde olmur. Yer içimi yana doymur. Bu təxribatdır və mən Alttaki bir dənə kamera Cavır. Elə bir səyyar kameradır. Yeməyə qoymur, içməyə qoymur. 5'ti, 4'tü, 3'tü, 2'di. gördüm bəs belə ürəyim sıxılır. Dedim bir oturum təyyarəyə gəlim İspaniyanı da ziyarət edeyim. İspaniyadayam. Gedirəm istirahət edirəm. Hər yer İspaniyadır valla. Bağışlı İspaniyadır. Baxın dostlar, hər tərəf Türkiyədir. Türklərdir hər tərəf. İnanmırsınız, bax bizdə olsaydı maşın yazardılar, araç yazmır. Və ştampımızı da vurduraq ki, biz burada olmuşuq. Bu dəfə biraz bahalı iştirak etmək lazımdır. Səudiyyə Ərəbistana gəlmişik. Selamun aleykum, aleykum salam. Azərbaycan. Salam aleykum. Təşəkkürlər, çox sağ olun. Azərbaycanda, mən Azərbaycanda danışıram, yəni deyirəm. Sonra demək ki, niyə ingilis dilə bilmirsən, bilirəm əslində. Bu geyimdə kimi görsəm, ya çox zəngin olduğunu düşünürəm, ya da çox zəngin olduğunu düşünürəm. Öyle bir baktı yüzüme giderken yaralı yaralı. Ben ömrümde bu kadar yıkılmamıştım. Dostlar, bu da dəniz mərcanlarını nümayiş etdirirlər. Tam eyni şey danışırıq. Bu da Nazimdir. Bu da başqa bir mərcandır. Bu da Rahat müəllimdir, bu da yeni bir tapmacadır. Nazimi izləyin dostlar. Çox keyfiyyətli kontenti var. Təşəkkür edirəm. Səhərə qədər. Rahat müəllim maraqlı kontentlər. Bütün pavilyonları gəzən Azərbaycanlı geyimdə Azərbaycanlı qız Nuray. Nurayla hamı çəki çəkdirir də bu gün sizə. Mən içməyəcəm. Həqiqi, gərək mən də milli geyim geyinərdim, mən də düşərdim. Bir deyək ki, təsəvvür eləyə bildikləriniz var, bir də təsəvvür eləyə bilmədikləriniz ki, Nazim burada bir şəhərlər eləyir. Onu eləsə elə bil ki, biz 1 milyon izlənəcəm, ölkə qaydamırıq. Dünya trendinə bax, bu arada ağzımız qısılıb,
kadrlara. Yoxdur bizimkilər. Getdilər. Yəni hər gündə, hər anda dediyimiz budur da, yəni tapamırıq. Adı? Ülviyə xanım görürsüz kamerayı. Aa mən gördüm, mən gördüm. Bəli. De gördüm. Ay bir də dayanın ona bu. Bəli, Ülviyə xanım oradan bizi gözləyir və deyir sizə hardasınız? Şalaqay deyil, o yaşıl əlində kuyoku var. Həlidir. Dostlar biz çox pavilyon gəzdik. Qorxuram ki, axırdamız pavilyona çıxaq. Ben hastayım dedim bana inanmadınız. Ne oldu şimdi? Gördünüz mü? Biz gülmədik sizə. Taylanddayıq. Xüsusilə pələngi ekskluziv salon var. Təşəkkürlər. Gəldik Taylandda uşaqlara. Nə qəşəng qarşılar adam, nə güləriz millətdir bunlar. Deməli, Tayland pavilyonunda belə bir şey var. Ki kardeşim oluram dilxor. Çox pis şey var. Nə üçün bilmirəm. Gözümə çox. Dostlar, Taylanddayam. Xahiş edirəm, mən narahat eləməm. Dincələm özünüz. Təsəvvür edin ki, bundan 80 il öncə bir şəkər satan şirkət düşünür ki, şəhərin mərkəzi küçələrindən birində reklam lövhəsi yerləşdirsin. Bir növ şəkərin insanın metabolizminə xeyrindən bir növ mesaj ötürmək üçün. Və belə də olur, Osakanın mərkəzi küçələrindən birinə qaçan adam reklam lövhəsi yerləşdirilir. Və bir neçə ildən sonra artıq qaçan adam reklam lövhəsi əslində şəhərin əsas simvolundan birinə çevrilir. Hazırda Osaka gələn hamı, baxın bu gördüyünüz yerdə və aşağıda müxtəlif pozalarda şəkillər çəkdirərək bu həmin qaçan adamı yamsılamağa çalışır əslində. Lövhə də xüsusilə Osakanın əsas küçələrindən biri olan Dotonboridə yerləşir. Və biz də bugün şəkil çəkdirirlər hazırda. Və biz də bugün Dotonboridə sizlə birlikdə keçəcəyik. Dostlar, Dotonbori bax axşam bu qədər sıxlıq olur. Bizi də aydan hara yönləndirir, oraya gedirik də. Qadın paltarları, kişi paltarları. Ucuzdur bu. Bu yəqin yaşlı qadın üçün olan paltar. Mən də çox xoşbəxtsən, sən Əli. Dostlar, deməli Dotonbori küçəsindəyik. Ümumiyyətlə çox qiymət disponansı var da Yaponiyada. Məsələn, burada bir mağaza girdik, çox baha, həddindən artıq baha, xırda şeylərdir məsələn. Amma diqqət ki, məsələn, bu nədir? Bunlar hardasa bizim pulla gəlib elir 10 manata yaxın. Amma digər mağazalara girirsən, çox ucuz qiymətə hər şey əldə edə bilirsən. Deməli, dostlar, Taksi daxil olanda 429 olur, belə 390 da əgər şey daxil olur. bu xanımlar üçün olan çantadır deyəsən. Nə qədər endirim olub onda bura? Rahat bir 2000-dən çox endirim olub. Bizim bunlar nə qədər? 4 manat edir də maksimum. 5 manata. 429'du çünkü. 5 manata belə çanta. İndirim görüblər, elədikləri şeyə 4 manat görüb, sədərəkdə elədim. Hamıya hədiyyə alın. Dostlar, bunu sizə hədiyyə verəndə, yəni bilin ki, amma bunun qiyməti, yəni orada yazılmışdır. Əslində 4000-də, amma endirimdən Yəni 4000-dən endirimlə düşür. Sağ olun. Bəli. Yəqin ki, bunları tanıyırsınız. BTS-in əlaqəsi var bunların. Mən niyə BTS oxşatdım bunları? Bilmirəm, yazarsın mənə, amma Koreya mağazası. Koreya mağazasıdır. Koreya mağazasıdır içəridə. Nə satırlar? Pərdədir xanım. Satırlar, şey çəkilmək üçündür, şəkil çəkdirirsən, Polaroid şəkillər çəkir. Ancaq şəkil çəkdirirsən. Polaroid. Okey. Uşaqlar biz buradan çəkdirdik. Doğrudan. Onda qaçırıq. Bu da məşhur Dotonboridə şapka mağazasıdır uşaqlar. Hər cür şapkalar var və müxtəlif qiymətlərə. Neçədir? Amma qiymətlər ingiliscə yazılmır da, yoxsa? Yəni varmı? Baxaq qiymətlər. Var. Var. Nə qədərdir? 300 yen. Çox yox. 4300 yen. Oha, 4000 nə dedim? 3 manata. 45 manata. Sən yeriyən riyaziyyatdır da bu da. Mən axı ona bölürəm, ona 100-ə bölürəm da. Sən neçəyə bölürsən ki? Mən biraz da gəlirəm çünki Dəyişib. Çox qəşəng şləpalar var. Biz hamımız Karenli Osaka-şalar. Oturup Japon kimi çubuğla yiyərəm sən. Oturup Japon kimi çubuğla yiyərəm sən. Hazırda Osaka'ya çox güclü yağış yağsa da bu məni heç incitmir.
Çünki mən bir gün bilməzdim ki, gələrəm Yaponiyaya, Osakaya və Dotonboridə, mərkəzdə belə bir yağışın altında islanaram. Bunun özü də ayrı bir ləzzətdir və xoşdur. Şəhərdə güclü külək və yağış olmağına baxmayaraq, yenə də şəhər qaynayır və yenə də insanlar şəhərə çıxıblar. Çünki burada artıq yağış sezonu başladı və yağış sezonu çox uzun müddət çəkir əslində. Amma buna baxmayaraq insanlar şəhərdədirlər, əylənirlər. Ona görə də Osaka gənclərin mərkəzidir, gənclərin şəhəridir əslində. Və mən azda çox çirkinliklə keçdim. Yəni insanlar heç də düşünmürlər ki, yağış var evə gedim. Əksinə, mərkəzi küçələr yenə çox sıxadır. Əladır. Yağış yağırdı, biz də getdik, əynimizi dəyişdik. İndi gedirik Osaka qalasına. Yəni yağış da olsa məncə ora getməyə dəyər. Burada artıq yağış yoxdur. Yəni üstü bağlı yerdəyik. Və oteldən belə bir zon veriblər bizim üçün. Yəni çətir dağılır. Maşın işığından istifadə edib video çəkirəm. İşıq götürməmişəm özümdən. Deməli, hazırda Komachi bölgəsindəyik. Osaka qalasını axtarırıq, hələ axtarırıq. Gecə vaxtı gəlmişik. Düşünürəm ki, səsim də yaxşı gəlir, çünki mikrofonu da götürməyi unutmuşam. Daha doğrusu sumkada da əlinirəm çıxarmağa, okey? Belə, gedir indi axtarmağa görək qalanı tapa biləcəyik. İnşallah tapaq. Açıq heç bilmirəm, o zəngi açmalıyam yoxsa yox. Bəlkə bu zəng sonuncu zəng ola bilər. Etməliyəm, bilmirəm. Amma mən o zəngi götürəcəm. Tam bu səhnələrdəki telefondan tapmışam dostlar. O son dəfə danışırlar və belə bir qaranlıq küçədə yenə də girirlər, danışıb ölürlər. Mən götürməyəcəm, bir artist elədim. Və sizə dostlar, çox uzun yol gəlib sonda gördüyümüz mənzərəni göstərmək istəyirəm. Biz, bax bu məhz Osaka, məşhur Osaka qalasına görə bu yağışda durmadan bir hardasa bilməm, neçə kilometr yol gəlmişik. Hardasa bir saat yazdı yolda. O da qaldı. Saat 05:30-dur və biz yollanırıq Nara şəhərinə. Çox maraqlı, rəngarəng marallarla dolu bir gün bizi gözləyir. Hərçənd Amerikada olmamışam, amma gördüyüm fotolardan və videolardan mənə Osaka'nın bu küçələri Amerikanı xatırladır və bunu tək mən yox, bütün turistlər əslində gələndə deyir. Və saat 6-nın yarısı olmağına baxmayaraq dostlar, Osaka'da bu dəqiqə elə bir hissi var ki, yəni sanki günorta saat 1-2-dir, yalnız gün yoxdur. Və həyat başlayıb artıq. İnsanlar öz işindədir. ...15 dəqiqəlik yürüyüşdən sonra gəldik Namba stansiyasına çatdıq və biz buradan Naraya qatarla keçdirəcəyik. Hardasa yarım saatlıq, 40 dəqiqəlik bir səyahət bizi gözləyir. İş saatı başlayıb, hamı işə təşvişlə çatmağa çalışır. Sadəcə, hanı buranın səs-küyü, hanı buranın basa-bası. İnsan metroda bu qədər sakit getməyə öyrəşdir. Dostlar, bu Osaka metrosunun xəritəsidir. Mən bu qədər stansiyanı axırıncı dəfə harda görmüşəm, yadıma deyil. Naraya gedirik və Naraya böyüklər üçün 680 yen ödəməliyik. Daxil oluruq bura. Buradan İngilis seçirik, İngilis dilini. Daha sonra... yox, mən səhv elədim. İndi düz elədim. 680 seçirik buradan. Və ödənişimizi... Çox maraqlıdır bunların qəpikləri. Düzlatdıq. 700. Və indi bizim biletimiz veriləcək. Bu bilet, bu da ödənişimizin qalır. Bunu götürməliyik, çünki çatacağımız stansiyada mütləq yenidən bu bileti daxil edib aparata çıxmalıyıq. Bu olmasa çıxa bilmir. Dostlar, bu da Naraya gedən qatar. Bu cür şirin qatar məhz əslində marallarla artıq biz orada nələrin gözlədiyini göstərmək istəyir. Bu da qatarın içidir.
əl tutacaqları da baxın belə maralları simvolizə edir. Deməli dostlar, baxın bu həmin o lambada bizə verilən kartdır ki, buradan artıq verdik, bitdi, getdi. Mən də bundan aldım da dostlar. Hərçənd bunlardan yeni sağalım, o maraqlıdır. Sən nə içirsən müəllim? Və bu da üzümlü. Çox dadsız görünür ha məncə o. Məncə çox dadlı olacaq. Ayla. Bir şey deyim, bura ümumiyyətlə elə bil bizim Oba market kimidir. Hər yerdə var. Family Mart. Dostlar, mən gələndən ancaq burada müxtəlif yoğurtlar alıb sınıyıram. Bəli. Tartar sos. Sən alkış yok. Tartar sos chicken. Aa, все, okey. Onda bu şeyi qoyuram. Neydi onun adı? Pankek. Deməli aldığım şeylərin cəmi 7 manat, hardasa 70 qəpik bizim pulla elədi. Çat dadına baxaq. Su belədi. Aha. Şimdi yoxlayıram. Tartar. Neyliyim? Tartar sos yazılmışdı. Dadını indi yoxlayacağım deyəcəm. Sonra Rauf yoxlayacaq. Bu da belə. Bunun içi ama chicken değil Hə, məncə. bu ət deyəsən. Ama iyi yaxşıdır hələ ki. Yiyirəm. Ye. Yiyirəm. Soyuqlu amma dadlıdır. Amma çox baharatlıdır. Dadlı da. 10 üzərindən. Çiğ köftə dadı verir. Amma bunun içindəki nə o? Ama acıdır. Gəl yoxlayaq da. Deməli, mən belə bir kok almışam. Danış. Sən danışıram da, mən belə bir kok almışam. Sənin için nədir? Mənim kitabı belə üstündə belə bir şey var. Hə, içə girən adam. Mümkün olsun. Allah haqqı məndə də. Ne oldu? Həqiqətən nə oldu? Çok iyi geldi bundan. Yox, dadı çox qəribədir. Ama ağız, Çox, ağız tadıma uygun değil. Xoşa gəlir. Birinci, Niyə belə pisləmir ya? Ağız Birinci dadı kafe tadı gel. Sonra ağızda bir qəribə bir dad yayılır. Bu xoş dad değil. Mənim ağız tadıma Nəysə, uygun laf değil. benim başımda. Məndə latte deyil. Məndə Focaccia'dır, latte. focaccia. Focaccia adında 2 dəfədir belədir. Aa, buna da bir finger snap deyilir və Maral. Dostlar, belə küçədə gəzdiyiniz yerdə, məhz müxtəlif bölgələrdə, müxtəlif yerlərdə maralları rahat şəkildə görə bilirsiniz. Bəli, bu da məhz Naraya niyə marallar şəhəri dediklərinin sübutu. Hər yerdə belə maralları görə bilirsiniz, hər yerdə. Aha. Nazim. Marallar olan şəhərdə hansı mahniyada çıxır? Avtomatik. Marallara baxdıqdan 3 dəqiqə sonra, 3 saniyə sonra adamın şuurunda, şuuraltı istər-istəməz bu maral mahnısı yadınıza düşür. Hətta baxın maral ona yemək gördüyünə görə necə göstərir. Onda bura bir dənə maralı qoyuruq. Maral eşkinə düşdüm maral Maral qoyulur və siz bunu oynayın bizə buna yemək verir. Yoxdur məndə yemək üzrü. Var dendi. Var dendi. Bana var dediler. Deməli dostlar, belə bir yem almışıq. Düzdür, şəhərin hər yerində marallar var. Amma biz tam onların əsas yığılışdığı bir park var ki, ora gedəcəyik. Orada bu yemləri onlara verəcəyik. 200 yen almışıq. Yəni bizim pullarımızsa 2 manata. Dostlar, maralların hücumuna məruz qalmışıq. Sumkam hazırda. Xahiş edirəm, icazə ver, icazə ver. Baxın be. Oha. Sizə necə götürəyim indi? Nə icazə ver, icazə ver. Yəni belə bir akrujeniya alınmışıq. Maralların hücumuna məruz qalan ilk Azərbaycanlılar Narada. İcazə ver, çantamı götürüm, xahiş edirəm. Xahiş edirəm. Hazırda Yaponiyanın ən məşhur məbədlərindən biri, bəlkə də birincisi Todaiji Temple'nin
qarşısındayıq. Dostlar, pilləkəni qalxıb burada daha bir ziyarətgah kəşf elədim deyə bilərəm. Amma bilmirəm, dəqiq məlumatım yoxdur. Bilənlər desin. Fonda. Yəqin ki, burada bir dini inanc nöqtəsidir. Məbədin digər tərəfi. Baxın, burada da çox maraqlıdır ki, ümumiyyətlə marallarla necə davranmaq lazımdır. Bununla bağlı qaydalar var. Məbədin girişidir burada. Dostlar, belə bir bilet aldıq daxil olmaq üçün. 800 yenə. Arigato. 800 yenə. Hardasa bizim pulla 8 manat civarında bir pul ödədik. Məbədin girişində baxın belə bir nə desə bilmirik açığı, amma vurğuladılar ki, bunlar pis ruhlardan qoruyur həm insanı, həm məbədi və müəyyən bir arzu tut. A few moments later. Görün necə alışıb yanacaq, arzunu reallaşdırsın. 2000 years later. One eternity later. Arzun gec reallaşdı, elə bil. İndi qoydu ora. Yaxşı bir şeydir, pis bir şeydir bilmirəm. Aha, Belə bastırmalı. bastırdım. Və artıq oldum buddist. Dostlar, bu da o məşhur Budda heykəli. Deməli dostlar, yaxınlaşırsınız bura və 50 yen ödəyirsiniz. Arzu tutursunuz və sonra şamı yandırırsınız. Arzunuzu reallaşmağa diləyinə taxırsınız bura. Kyotodayıq, artıq çatmışıq. Gedirik qədim İnari məbədinə. Dostlar, mən sizə dünyanın ən böyük çadırını göstərmək istəyirəm. Baxa bilərsiniz. Guinness Rekordlar kitabına düşmüş dünyanın ən böyük çadırı hazırda əldədir. Əlimdən kameraya əl elə. Yağış olmağına baxmayaraq turistlər də kifayət qədər var. Hamı bir çətirlə gəlir bura. Bəli, axır ki gəldik bura. Kyotonun ən çox ziyarət edilən bölgəsi hazırda arxamdadır. Fushimi Inari Taisha. Dostlar, indi gəldik o məşhur yerə. Tam hər kəsin gəlib görmək istədiyi yerə. Toril darvazalarının düz yanına. Bu da hədiyyəli Toril darvazalarıdır. Hətta üstünə bəzən adlar da yazmaq olur. Ad yazıb kiməsə deyə bilərsiniz. Amma hər dəfə deyib və yenə təkrarlayacağım şey. Qətiyyən belə yerlərdən hədiyyəlik almayın, çünki çox bahalıdır. Aha. Çox sağ ol. Sən sağ ol ki, bizə müsaade verdin. Arigato. 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 Çox sağ ol. Çox sağ ol. Çox sağ ol. Təbrik edirik. Və dostlar, hazırda müəllimlər biz çəkir. Yəni Aydanla Kyoto'da məşhur olduq. Belədir hər şey. Çox sağ ol. Çox sağ ol. Maraqlı tərəfi nədir bu işin? Biz gəldik, yağış fəslinə təsadüf elədik
Bir Narada biraz yaxşı oldu hava. Yəni bu vlogda hava çox pis olmadı. Osaka vlogu ancaq yağışlı oldu. Məsələ odur ki, gün çıxır. Və biz hazırda təyyarəyə çatmaq üçün yola çıxırıq. Amma gün çıxır. Yaponiya ilə bağlı təəssüratlarım isə elə sizə hava limanına çatdıracaq. Bəli dostlar, beləliklə bizim Yaponiya səfərimiz yekunlaşdı. Bura gəlməkdə məqsədimiz təbii ki, Expo 2025-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti olaraq iştirak etməkdir, ölkəmizi təmsil etməkdir. Hər şey çox əla oldu. Həm gəzdik, həm gördük, həm öyrəndik. Sizə də bunu göstərdik. İndi yolumuz başqa səfərlərədir və qarşıda yenə daha maraqlı və bu dəfə həm də əyləncəli bir vlog sizi başqa bir ölkədən gözləyəcək. Sağ olun, özünüzə yaxşı baxın. Videonu bəyənməyi, kanala abunə olmağı və şərh yazmağı unutmayın. Xudahafiz.